Nə varlı bir atam, nə də yaxşı bir təhsilim yox idi. Universitetə girmək üçün 3 dəfə şansımı da sınamışdım. Hamısı uğursuz olmuşdu. 10 dəfə Harvarda müraciət etdim. Hamısı uğursuzluqla nəticələndi. Məni artıq görmək belə istəmirdilər. Bu çox bərbad bir şey idi. Buna görə də fərqli işlərə baş vurdum. 30 dəfə rədd edildim. Polis olmaq üçün getdim. Amma cavabında, xeyir sən bu iş üçün uyğun deyilsən dedilər. KFC-çinə mənim şəhərimə gəldiyi zamanlarda KFC-yə iş üçün getdim. 24 kişi işə baş vurmuşdu və 23 kişi işə qəbul edilmişdi. Qəbul edilməyən tək insan mən idim. Və biz polislik üçün 5 kişi getmişdik, 4 il qəbul edildi. Qazana bilməyən tək mən idim. Mənim kimi insanlar var. Mən çox yoxsul bir ailədə doğulmuşam. Heç yaxşı bir təhsil belə almadım. Baxdım ki, pulum yoxdur, texnologiyam yoxdur, zəngin bir qohum ya da yaxşı bir ətrafımda yoxdur. O zamanlar çox çətin idi, çox məyus olmuşdum. Çünki universitetdə müəllim idim və aylıq qazancım sadəcə $10 idi. Asan deyildi, amma o bir şeyə inanırdım. Bir şey məni gözləyirdi və özümü sübut etmək üçün çox çalışmam lazım idi. Bu çox çətin sınaq idi. Heç vaxt ağıllı olduğumu düşünməmişdim. Dürüst olmaq lazımdısa, 1994-də interneti kəşf etdiyim üçün ağıllı olduğumu, böyük bir baxışım olduğunu deyərdilər. Bu doğru deyildi. Sadəcə yaxşı bir iş tapmaq istəyirdim. Və o işi tapa bilmədiyimdən işimi özüm qurdum. Heç kim uğurlu olacağıma inanmadı. Çünki hər kəs deyirdi ki, bu adam fərqli, çılğınca düşünür. Əsla işə yaramayacaq bir şeylər üzərində beynini yorur. 30 və ya 40-dan çox investorla görüşdüm, hamısı dedi ki, xeyir bunu unut. Buna görə də bizdə 18 qurucu ilə birlikdə $50.000 yığdıq və Alibabaya başladıq. Çox insan Alibabanın bərbad bir model olduğunu söylədi. Bir çox problemləri və qurucusunun bərbad bir təhsili var idi dedilər. Bəli, bu doğrudur. Mən %100 Çin istehsalı bir adam idim. İngilis dilini tək başıma öyrəndim və özümə necə kompüterdən kodlaşma edə biləcəyimi öyrətməyə başladım. Hələ də kodların necə işlədiyini bilmirəm, amma bu önəmli deyil. Bu işin böyük olacağını bilirdim. Amma heç bugün olduğu qədər böyük olacağını düşünməmişdim. Sizə demək istədiyim tək şey, ilk 3 ilimizdə işlərimizdən $1 gəlirimiz belə yox idi. Sadəcə etdiyimiz işdə çox həvəsli olduğumuzu bilirdik. İlk 5 il boyunca sadəcə həyatda qalmaq istədim. Amma sonra düşündüm, Alibaba sayəsində çox insanın həyatı dəyişdi. Çox həyəcanlı idim. İlk 3 ilimizdə gəlirimiz 0 idi, 0 qazanc. Amma işləməyə davam etmək barədə çox həyəcanlı idim. Və nə oldu bilirsinizmi? Yadıma düşür, bir gün axşam yeməyi üçün restorana getdim. Yeməyimi yedikdən sonra hesabı ödəməyə getdiyimdə, restoranın sahibi yanıma gəldi və dedi ki, cənab birisi sizin hesabınızı ödədi. Mənə kiçik bir not verdi və o notda belə yazılırdı. Salam cənabma, Alibaba qrupunuzun müştərisiyəm və mən sizin platformadan çox pul qazanmışam. Və bilirəm ki, indiki halda siz heç nə qazana bilmirsiniz. Buna görə də sizin üçün ödəməni mən etdim. Bu günlərdə gənc insanlar üçün çox narahat oluram. Çoxlu gənc ümidini və baxış bucağını itirir. Bizdə eyni vaxtlarda, eyni hisslərdən keçdik, bu qədər çox insan tərəfindən rədd edilmək heç də yaxşı bir hiss deyildi. Bizdə məyus olurduq. Tərk edə bilmədiyimiz sadəcə xəyalımız idi. Sevdiyimiz tək şey döyüşməyə və özümüzü dəyişdirməyə davam etmək idi. Biz deyinmədik, ona görə də özümə və gənc insanlara həmişə deyirəm. 20 yaşınızdan əvvəl yaxşı bir tələbə olun. 30 yaşınızdan əvvəl yaxşı birini izləyin. Kiçik bir şirkətə gedin. Normalda böyük bir şirkətdə işləyişi öyrənmək daha yaxşı bir şeydir. Mexanizmin bir parçası olarsınız. Amma kiçik bir şirkətə girdiyinizdə hirsi öyrənərsiniz, xəyalları öyrənərsiniz. Bir dəfədə necə bir çox işin həll edildiyini öyrənərsiniz. Buna görə də 30 yaşınızdan öncə ən önəmli məsələ hansı şirkətə girməyiniz deyil. Önəmli olan hansı şirkət rəhbərini izləmiş olduğunuzdur. Bu çox vacibdir. Yaxşı bir müdür sizə bir şeyləri fərqli öyrədər. İstədiyiniz qədər səhv edin. Bütün səhvlər sizin üçün mükəmməl gəlir və geri dönüşdür. Narahat olmayın, düşsəniz belə qalxarsınız. 30-unuzdan 40-ınıza çox yaxşı düşünməniz lazımdır. Özünüz üçünmü çalışdınız? 40-ınızdan 50 yaşınıza qədər yaxşı olduğunuz işi etməyiniz lazımdır. Yeni bir işə girişməyə çalışmayın. Artıq çox gecdir. Uğurlu olma ehtimalınız var, amma itki dərəcəniz çox yüksəkdir. Buna görə də 40-ınızdan 50-yə qədər bunu düşünün. Necə yaxşı olduğunuz sahələrə yönələrsiniz. Amma 50 ilə 60 yaş arasındasınızsa, gənc insanlar üçün işləyin. Çünki gənc insanlar sizdən daha yaxşı işlər bacara bilər. Buna görə də onlara güvənin, onlara yatırım edin və yaxşı olacaqlarından əmin olun. 60 yaşına girdiyiniz zaman özünüzə vaxt ayırın. Yaxşı bir istirahətdən, günəş işıqlarından zövq alın. Normal olaraq dəyişməyiniz üçün artıq çox gecdir. Mən ilk idim. Texnologiya həyatında heç nə bilmirdim. Biznes barədə heç bir şey bilmirdim. Amma məsələ budur ki, əslində çox şeyi necə edəcəyinizi bilmək lazım deyil. Tərk edə biləcəyiniz məsələ. Sizdən daha ağıllı insanları tapmaq. Uzun illər ərzində məndən daha ağıllı insanları tapmağa çalışdım. Daha çox ağıllı insanları tapdığınızda mənə düşən iş onların bir arada işləməsi idi.
Və daha çox insanlar bir arada işləməyi bacarırsa işlər çox asandır. Axmaq insanlar asanlıqla bir arada çalışa bilərlər. Ağıllı insanlar isə çox vaxt birlikdə işləməyi istəməzlər. Unutmayın, uğurlu olmaq istəyirsinizsə, başqa insanların səhvlərindən dərs alın. Uğur hekayələrindən deyil. Uğur hekayələrinin arxasında daha çox səbəblər vardır. Onlara qulaq asmayın. Digər insanların səhvlərindən dərs alın. Nə qədər ağıllı olursunuz olun, bu səhvlərlə qarşılaşacaqsınız. Səhvlərdən dərs alacaqsınız, çünki bu səhvlərdən qaça bilməzsiniz. Bu səhvlər reallaşdığında onunla necə başa çıxa biləcəyinizi və onunla necə üzləşməniz lazım olduğunu biləcəksiniz. Yazmaq istədiyim kitab Ali Babanın 1001 səhvi adındadır. Bu mənim həyatımdakı ən dəyərli şeylərdən biridir. Mənim həyatım nə qədər şey bacardığım deyil, nə qədər səhvi və çətin günləri keçdiyimdir. Sahib olduğunuz ən mükəmməl mülk gəncliyinizdir. Şikayət etməyin, buraxın digər insanlar deyilsin. Deyinən insanlar uğursuz olan insanlardır və heç vaxt bunları deyib, düşünməyin, mənim bu şeylərim yoxdur. Bir şeyləri necə fərqli edə biləcəyinizi düşünün. Düşünmək üçün öz beyninizi işlədin. Gördüyüm bir çox gənc insanın axşamlar yatmazdan öncə mükəmməl fikirləri olur. Amma səhər açılan kimi yenə eyni şeyləri təkrarlayırlar. İlk addımı atın. Xəyalınızı qurun, hərəkətə keçməyi reallaşdırın və tək bir şeyə inanın. Bu sizə demək istədiyim son tövsiyədir. Çox çalışmaq məcburiyyətindəsiniz. Bunu özünüzdən soruşun. Başqaları üçün işləməkmi? Yoxsa özüm üçün işləməkmi? Mən də özüm üçün işləməyi seçdim. Amma özüm üçün işləməyim cəmiyyət üçün işləmək anlamına gəlir. Əgər həqiqətən özünüz üçün işləmək istəyirsinizsə, başqalarını da düşünün. Başqalarına kömək edəcəyinizdən əmin olun. Çünki yalnız digər insanlar uğurlu və xoşbəxt olduqlarında, siz də uğurlu və xoşbəxt olacaqsınız.